Vaxtınız xeyir olsun, değerli izleyicilerim, xoş gördük hər kəsi. Bugün sizləri Mərdəkandan salamlayıram. Möhtəşəm bir bağ evi ilə qarşınızdayım. 6 sotun içində yeni təmirdən çıxıb 280 kvadrat metr sahəsi var. 9 metr uzunluğunda, 4,5 enində, 1,60 dərinliyində belə bir gözəl hovuzu. Mətbəxdən çıxış, zaldan çıxış, 35 kvadratlıq bir teras. Düşünməyin ki, hər bir tərəfi açıqdır, amma bunu qış vaxtı bağlayıb tam istifadə edə bilərsiniz. Çünki yer isti döşəməlidir. Əla. Maşallah, quşların səsinə qəşəng gəlir. 4-5 maşın yerləşə biləcək bir həyəti var. Bayır tərəfdə də rahatlıqla maşın saxlaya bilərsiniz. Geniş və gözəl bir bağ ev axtarırsınızsa, ən önəmlisi, keyfiyyətli bir bağ axtarırsınızsa, bu videoya sona qədər baxın. 3 metr hündürlüyündə seyf qapısı, yeri monolit, damı monolit olan bir evlə tanış eləyirəm sizləri. Gəlin. Ay maşallah. Maşallah, evin çölü qədər içi də möhtəşəmdir. Daxil olduq evin içinə. 3 metr yarım enində geniş və uzun bir koridoru var. Əla. Maşallah, evin mətbəxi də genişdir. Ümumiyyətlə 280 kvadratlıq bir evdir. İki tərəfli mətbəx mebeli qoyulub. Burada qab yanı, qaz plitəsi, tam. Bu tərəfdə xaladelniki, sağda. Bu firma bir gün mənə pul verməlidir, boş. Ha? Çıxışını da sizlər üçün göstərim. Sakitçiliyə bax. Əla. Pulum olsaydı mən bu bağ evini alardım. Bu arada yayı da, qışı da rahatlıqla bu evdə yaşaya bilərsiniz. Gəl davam eləyək. Bundan 3-cü kadrdır, biz bu kadrı çəkirik. Gəldik zala. 50 kvadrat metrlik bir zalı var. Bu arada lüstür çox bəyəndim. Bəyəndim demişkən, like'larınızı gözləyirəm. Buradan da həyata çıxışı. Dəyərli izləyicilərimiz, maşallah yazaq, Allah olmayanlara nəsib eləsin. Amin inşallah, başda bizdə olmaqla. Gəl. Onun yanında 24 kvadratlıq bir yataq otağı var. Bəli, düzgün eşitdiniz. Kifayət qədər genişdir. Özünün sanitar qovşağı, yanında da dolab otağı var. Nə boyda dolab otağı? Maşallah olsun. Yenidən gəldik dəhlizə. Sol tərəfdə 20 kvadratlıq bir yataq otağı, özünün dolabı var. Bir dənə bu yataq otağında sanitar qovşağı yoxdur. Məncə ehtiyac da yoxdur, çünki evdə o qədər sanitar qovşağı var. Yataq otağından çıxdıq, yenidən koridorda evin ümumi sanitar qovşağı yerləşir. Bu arada qapıların hündürlüyü 2,45'dir, bunu da qeyd eləmiş olun. Oradan gəldik, davam elədik. Burada evin çamaşırxanası, kamera sistemi burada yığılıb. Təbii ki, yekunlaşmayan işləri var, yüngül işləri var, onlar da yekunlaşacaq. Və yanında yataq otağı, yenə də 25 kvadratlıq bir yataq otağıdır. Özünün dolab otağı və yanında sanitar qovşağı. Əla. Ay maşallah. 32 kvadratlıq bir yataq otağıdır bu yataq otağı. Kifayət qədər mən deyərdim ki, həddindən artıq. Kifayət qədər yox, həddindən artıq böyükdür. Burada da özünün sanitar qovşağı. Qardırobu da qəşəng yığıblar.
Bax, sağ tərəf, sol tərəf. Kişi ilə arvad dalaşmırlar. Onunki orada, bununki burada. Allah xeyir versin. Gedək sağollaşaq. Gəldik gözəl bir videomuzun daha sonuna, dəyərli izləyicilərim. Yenidən qeyd edeyim ki, evimiz Mərdəkanda yerləşir. 6 sotun içində 280 kvadrat metrlik bir evdir. Maşallah kifayət qədər böyükdür. Gəlib bunu yerində də görə bilərsiniz. Keyfiyyət axtaranlar üçün mən deyərdim ki, əla bir fürsətdir. Keçirik ən vacib məsələyə, dövlət sirrinə. Bu gördüyünüz villanın qiyməti 590 min manatdır. Təbii ki, bu start qiymətdir. Real alıcılarıma hər zaman söz verdiyim kimi endirimlər olacaq. Sağ olun, özünüzdən müğayət olun. Allah hər birinizə bundan daha gözəl, daha qəşəng evlər nəsib eləsin. Hələlik.